İsrail Baş naziri Benyamin Netanyahu Livanda əməliyyatların dayandırılmayacağını və hücumların davam edəcəyini açıqlayıb. O, Hizbullaha qarşı hərbi əməliyyatların davam etdiriləcəyini bildirib. İran isə ABŞ ilə atəşkəs danışıqlarında Livana hücumların dayandırılmasını əsas şərtlərdən biri kimi qoymuşdu. İranın şərtinə əməl edilmir, amma ABŞ ilə aralarında atəşkəs davam edir. Bunu necə anlamalıyıq? Bu prosesdə əsas hədəf Hizbullahın zəiflədilməsi və ya tamamilə aradan qaldırılmasıdırmı? Və İran bununla razılaşıbmı? İsrailin hücumları atəşkəsi poza və daha geniş müharibəyə çevrilə bilərmi? Suallarımıza politoloq Elçin Xalidbəyli cavab verib. ABŞ və İran arasında əldə olunmuş bu atəşkəs hələlik qeyri-müəyyən və müəmmalı xarakter daşıyır. Çünki hər iki tərəf bir-birinə qarşı şərtlər, tələblər irəli sürür və hər iki tərəf də qarşılıqlı olaraq bir-birinin şərtlərini qəbul etməkdən imtina edir. Ağ Evdən verilən açıqlamalar tamamilə fərqli məzmun daşıyır. Eyni zamanda İrandan verilmiş açıqlamalar da məzmunca ABŞ-dan verilən açıqlamaların əksinə yönəlir. Bu da o deməkdir ki, hər iki tərəfin mövqeyində və açıqlamalarında kəskin ziddiyyətlər mövcuddur. Bu baxımdan hesab eləmək olar ki, hələlik situasiya olduqca qeyri-müəyyən və müəmmalı xarakter daşıyır. Atəşkəs anlaşmasına Livan da daxildir, ancaq Ağ Evdən artıq bəyan elədilər ki, bu anlaşmaya Livan məsələsi daxil deyil və bu da o deməkdir ki, Amerika Birləşmiş Ştatları Livanı İsrailin öhdəsinə buraxmaq niyyətindədir və Amerika Birləşmiş Ştatlarını indi yalnız İranın özü ilə sülh sazişinin əldə olunması istiqamətindəki müzakirələr maraqlandırır. Bu da onu göstərir ki, hələlik hər iki tərəf öz maraqlarından çıxış eləyir və qarşı tərəfin mövqeyini kənara çəkməyə çalışır. Rəsmi Tehran isə Livan məsələsində prinsipial mövqeyə tutmağa üstünlük verir. Çünki Hizbullahın İranla bağlılığı heç kimə sir deyil. Rəsmi Tehran Hizbullahın qorunmasına cəhd göstərir, ancaq ona belə bir imkan vermək istəmirlər. Bu baxımdan da situasiya qəlizləşməkdə davam eləyir və hətta ola bilər ki, bu cür kəskin ziddiyyətlər danışıqlar masası arxasında da kifayət qədər ciddi problemlər yarada bilər. Və bu problemlər də əgər yaxın 14 gün ərzində, yəni atəşkəsin davam edəcəyi müddət ərzində tərəflərin sülh sazişi üçün anlaşması, yəni şərtləri, tələbləri uyğunlaşdırması mümkün olmazsa, o zaman yaxın şərqdə savaş yenidən bərpa oluna bilər və hətta əgər savaş tam keyfiyyəti ilə bərpa olunmasa belə, bu savaşın uzun müddət üçün dondurulma variantı da ön plana keçə bilər.